ki, botokslar elətdirmirdim. Qaşına etdirmişdim və sevməyə. Həm əvvəl gözlərim sonra alınmamışdı, belə bir uzanmışdı. Demişdi botoks olmaz. Amma dedi ki, əkəndən sonra 5-15 gün sonra olaraq mən özüm gəlmədim ki, qoy donma olmasın, mən yenə də çıxsın eləsin. İndi gəlmişim də doktor, bir də baxımınız sağ olun. Birim qabaq görüşürüz. Bir ildən. Yox, doktor, başqa şeylərə gəlmişəm. Amma Quran eləmişsiniz, hardasa 6 ay olar elə biləm, bəlkə artıq olar. Dodaqlı, yəni siz eləyirsiniz də. Ne bileyim, dodağı görürüm. Yəni botoksumuzun üstündən bir il keçib də, bəlkə də Bəlkə də çox. çox. Okey. Bir də doktor, istəyirəm ki, belə şeytan kimi olmasınlar. Çox qaldırdım qarşınızda. Bax da doktor, siz bilirsiniz. Vallahi mən bildiyim kimi eləyirəm, sonra xanımlarımız korreksiya gələndə məndən başqa bir görünüş istəyirlər. Bir damca, bir dənə qırış qalır, onu da deyirlər korreksiya elə. Yəni, hətta botoks belədir ki, ən azından qaş qalxanda, güləndə balaca belə orada-burada qırışlar olmalıdır ki, bu təbii görsənsin. Hədə doktor, yəni siz bilirsiniz. Elə eləyim. Yoxsa gəlib sən də mənə deyirsən, yox, belə olum. Yox doktor, belə də olmasın, heç təbiilik olsun. Təbii olsun, hətta botoks olsun. Güləndə, danışanda, qaşı qaldıranda belə hiss olun. Hə, doktor. Siz bilirsiniz. Burada da əsas görsənəndikləri. O dərin ehtiyac var. Yox, yox, az ətraf ehtiyac. Eləməyək. Çox qəşəng. Yox, İstəyirəm eləyəm doktor. dolğu. Yarı bura. İhtiyacı yoxdur. Onun yerinə başqa bir prosedur elə. Dərin üçün baxım elə, qulluq O elə. eləmişim doktor. Siz tevak var lazım demişsiniz. 3-4-ün dalbadal, yəni 10 gündən bir elədim. Plazma eləmişsiniz, mən eləmirəm, yəqin Yox, sizdən soruşdum Aha, nə oldu? adını. Gördünüz effektini. Yaxşı doktor, üzünün belə durun, şey olmaz, açılmasından da fərq var idi. Doktor, bəs nə vaxt gəldim bura? Valla, yəni dərin deyil də, yəni ehtiyacınız yoxdur. Yəni bəzən deyirlər ki, o nasaqubqaya dolğu olmaz. Başa salıram ki, eləsi var olar, eləsi var olmaz. Məsələn, hal-hazırda özünüz deyirsiniz 6 ay öncə mən onu eləmişəm sizə. Bəlkə doktor dəqiq bilmirik, 6 aydır, 1 ildir bu təxmini Bildim, başa bilmirəm. düşdüm. Mən heç ay söhbət eləmirəm. Ola bilər ki, bir ay öncə kimsə eləyib də azlıq eləyib. Gələndə deyirəm lazımdır. Amma sizdə heç inanın bir dənə xətt də yoxdur. Üzünüz belədir. Ehtiyac Yox, yox. valla yoxdur. Eləməyin, artıq şeylər niyə edirsiniz? İhtiyac olsa bilirsiniz də, yanıma gələnsiniz, mən deyəcəm elə. Amma ihtiyac yoxdursa niyə edirsiniz? Doktor, bəs yanaq necə? Yox, o yerindədir. Yanaq da yerindədir, gicgah da yerindədir, dodaq da Yox, mən yerindədir. yanaq da eləmirəm. Bilirəm, özünüzündür. Amma yanı qəşəngdir də özünüz. Bir dənə botoksu eləyin. Botoks sizi çox dəyişəcək də. Göz qaşınız açılacaq, alnınızdakı qırışlar. Ondan sonra baxarsınız, görün siz özünüzdə nəysə ehtiyac edirsiniz. Bəlkə gəldim dodağı üçün. O sən istəyirsən aslında. Evet. Yəni dodağın Amma ağzında dodaqla bunu bir yerdə eləmək istəmirəm. Onu da yaxşı görsənir. Həm bura şişir, həm də dodaq yaxşı görsənir. Həmişə fərq, bir neçə ay fərq edirəm bu arasında.